Salam əziz dostlar, bugün sizinlə ərik cemi hazırlayacağım. Burada 3 kilo ərik var, tumlarını çıxartmışam. Burada da 2 kilo şəkər tozu var. Və biz şəkər tozunu öncə qazana əlavə edirik. Bir kilo şəkəri mən qazana əlavə elədim. 900 neçə qram. İndi isə ərikləri qazana əlavə edirəm. Yarısını əlavə edirəm və üstünə yenə şəkər tozunu əlavə edirəm. Yenə üstünə qalan ərikləri əlavə edirəm. Üstünə ərikləri də əlavə elədim və mən bunu az xodda qoyacağım qaynamağa. Ta ki suyu üzünə çıxana qədər, su salana qədər, şəkər əriyənə qədər. Qazı az xodda yandırıram və ərikləri qoyuram qazın üstünə. Qazın xodunu biraz da alacağım çünki bu xod çoxdur. Qonşularımız da qışqırır. Qapağı başqa şeydə lazım olduğu üçün qatması qoyuram ağzına. Belə. Biraz suyu əriyəndən sonra, şəkər əriyəndən sonra, su salandan sonra onu qarışdırıb, biraz da xod verib, sonra təzədən pişirəcəyik. Bəli, baxın, yarım saatdır qoymuşam pişməyə. Yarım saatda hələ belə olub. Hələ heç tam sulanmıyıb. Az gibi biraz, çox az. Hələ bu az sulanan. Baxın, artıq su salıb. Şəkərdə su salıb, şəkəri əriyir. Tez-tez qarışdırmaq lazımdır, hətta mən əzəzi qarışdırıram. Sonra bunu ət maşınından çəkəcəm. Çoxları blenderə vurur, amma mən blenderə istəmədiyim üçün blenderə vurmuram. Belə artıq pişir, təmiz əzəzi qarışdırıram. Mən ağzını açdım, çünki qaynara düşdü, qaynayır. Qaynadıqdan sonra mən ağzını açmaq lazımdır. Birazdan bunları altı söndürəcəm. Biraz soğusun, ət maşınında çəkəcəm. Aslında ət maşınında çəkməyə də bilərəm, blenderə vura da bilərəm. Ət maşınında daha qəşəng olur rəngi. Mən artıq bunu çəkdim. Baxın. İndi hələ suludur, çünki hələ pişməyib, daha hazır deyil. Birazdan pişsin, suyu töküləcək, rəngi daha da parıldayacaq. Biraz orada tüntləşsin. Bir də mən belə bir tava qoymuşam altına ki, dibi yanmasın. Siz də qoya bilərsiniz. Bəzi adamlar, bəzi xanımlar daha doğrusu böyle bir dəmirin üstünə tuz tökürlər, xörək tuzu. Qazanı qoyurlar tuzun bir dəmirin üstünə. Ancaq mən tava daha rahat olduğu üçün mən belə elədim. Baxın, qıraqları necə pırt-pırt eləyir. Qıraqları belə pırt-pırt eləyirsə, deməli üzük hazırdır. Ətri götürüb evim. Çox gözəl ətri var. İndi suludur biraz, amma soyduqdan sonra çox qəşəng olacaq, çox gözəl olacaq. Dibdən tez-tez qarışdırıram ki, qoy dibi yapışmasın. Və mənim ərik cəmimin dibi heç yapışmayıb. Və bu da mənim ərik cəmim. Düzdür, hələ tam soyumayıb. İlıqdır, ilıqdan da biraz istidir. Amma çox gözəl, çox dadlı. Siz də eləyin. Parıldayır. Güzel.